Today, while learning about English phonics and word combinations or some phonetic rules. Deməli, bəzi söz birləşmələri, fonetik qaydalar, bunlarla bağlı tanışdığımız olacaq bu gün. So, if we have S plus H, we have SH. In Azerbaijan language, it calls Ş. Deməli, S və H hərfləri birləşirsə, Azərbaycandakı hansı səs kimi oxuyacam bunu? Ş kimi. Then, if we have C plus H, CH, S, Ç. Deməli, C və H, yəni C və H hərfləri birləşir gəlirsə, hansı səs verəcək? Ç səsini. Then, T plus C plus H. TCH. It is Ç. Deməli, T, C, H yanaşı gəlirsə, yenə necə tələffüz edəcəm? Olacaq Ç. Deməli, bunlar hərf birləşmələri kimi gedəcək və daha çox rast gəlinəcək fonetik qaydalardır bunlar. Fonetika bilirsiniz, səs və hərf tərkibindən bəhs edən dilçilik bölməsidir. Ona görə də, yəni daha çox rast gəldiyimiz hissələr bunlardır. Sonra, məsələn, siz orada hansı hərf birləşmələrinə diqqət edəcəksiniz? P plus H. PH is F. Deməli, P və H hərfləri yanaşı gəlirsə, F kimi tələffüz eləyəcəm. Və burada belə bir məsələni də aydınlıq gətirək ki, bu P və H hərf birləşmələri F səsini verərkən adətən belə deyək, alınma sözlərdə daha çox rast gəlinir və yaxud da ki, qədim dilçilikdən gələn sözlərdədir. Məsələn, telefon. Orada PH hərf birləşməsi ola bilər. Phonetics. Bu zaman yəni artıq PH hərf birləşməsi bir-birinin yanında gəlirsə bu hərflər, artıq bunu F kimi oxuyacam. Sonra sizdə daha çox rast gəldiyiniz hərf birləşmələri. Məsələn, ola bilər ki, saytlar arasında da rast gələrsiniz. Məsələn, E plus R is Ö. Məsələn, bunu elə yer olacaq ki, Ö kimi, elə yer olacaq ki, Ə kimi oxuyacaq. İndi yerinə görə dəyişəcək bu. Daha sonra, məsələn, əgər 2 O hərfi gəlirsə, bunu U kimi oxuyacaq. Və burada sizə bir xatırlatma edeyim, uşaqlar. Əgər hansı sait səsin yanında qoşa nöqtəni gördümsə, artıq bu olacaq uzun tələffüz. Yəni uzun U. Yanında da yazım. Uzun U səsi. Sonra orada bir qayda da var. Qoşa O və yanında bir K, yəni K hərfi gəlirsə, K səsi gəlirsə, bu zaman bu olacaq qısa U. Sadəcə bunu qısa U kimi oxuyacaq. Ən tez-tez rastımıza çıxan qaydaları deyəcəm sizə. Fonetika o qədər dərindən Buk. Ay, sağ ol, afərin, yadında qalıb. Deməli, burada uzun U kimi, bunu dırnaq şərəs kimi yazım, belə rahat olsun sizə. Yadında qalıb, Səfa, bunları bir dəfə keçmişik sizdən, fonetik hissələrində. Mən bunlar canlı keçmişdi. Ay, sağ ol. İndi bunları tətbiqini tapşırıqlar verəcəm evə sizə, sözlər. Göndərəcəm dərsdən sonra baxacaq. Deməli, qoşa O uzun U səsini verir.
qoşa o-dan sonra k gəlsə, artıq qısa o kimi oxuyacağıq. Sonra n plus g. Bu burun samiti kimi olacaq. Burunda n. Bir saniye. Yəni bunu tələffüz eləyərkən n səsi burundan çıxacaq. Məsələn, England n. Bu yana dropla yazaq da məsələn. Bir saniyə. Ben de C hərfi yazacağım bura. Bu səsin tələffüzü burundan çıxacaq adətən. Əsas, yəni ən çox rast gəldiyiniz hissələr bunlar olacaq. Məsələn, iki qoşa sait yanaşı gəlirsə, avtomatik uzun səs kimi tələffüz eləyəcəksiniz. Məsələn, qoşa A gəlirsə, sonra bir dənə də orada qayda var idi. A plus A is. Deməli, bunu uzun A kimi oxuyacağıq. Ear. Sonra sonra qoşa, məsələn, tutalım ki, 2 B hərfi gəldi yanaşı. Bunu sadəcə 1 B kimi oxuyacağıq. Yəni, qoşa samit yanaşı gəlirsə, sadəcə biri tələffüz olunacaq. Day 2 dənə B-ni tələffüz eləməyə çalışmayın və yaxud da 2 dənə M hərfini, N hərfini, səs olaraq da təbii ki, N hərfinin N səsi. Onu tələffüz eləməyə çalışmayın. Sadəcə birini tələffüz eləsəz, kifayət eləyir. Sonra düzələr. Başqa bizə nə lazımdır buradan? Hələlik, yəni, ən belə çox da fonetikadan dərinə gedib başınızı yormaq istəmirəm. Fonetika yetəri qədər geniş bölmədir. Yəni, ən çox rastınıza çıxa biləcək. İndi məqamı çatdığında deyəcəm, hansı hissələrdə nələr ola bilər. Bir də sizə bayaq mən tapdım. Belə maraqlı qeydlər var. Ekran görə bilirsiniz. Bəli. Bəli. Görüntü problemimiz yox ki. Hə, baxacaq. Bəli. Deməli, quzular, burada nəyə baxırsınız? Bax, bu üçbucaq işarəsi başı aşağı yazılan, deməli, A səsidir. Qısa A səsidir. Cup, luck. Gördünüz? Bir də sizə belə bir qayda deyim. Qapalı heca nədir? Açıq heca nədir? Məlumatınız var bundan bağlı? Heca nədir ümumiyyətlə? Nə bilirsiniz heca haqqında? Kim bilirsə deyə bilər. Heca nədir? Deyin görün. Mama, heca, yəni iki sözü Heca bir sözü iki yerə bölmüşsən də. Məsələn ki, alma. Mən deyə bilərəm. Asanlıqla. Mən heca sözünü asanlıqla bölünə bilən. Mən də deyə bilərəm. Sözlərin asanlıqla, bəli. Bölünə. Bir sözdə heca varsa, o bir sözdə say varsa, o qədər sayt vardır. Heca. Sözdə neçə sayt varsa, o qədər heca var, düzdür? Sözlərin asanlıqla bölünə bilən hissəsi nə adlanacaq? Heca. Düzdür, balalar? Bəli. İndi quzular, siz mənə deyin görüm, açıq heca nədir? Görüm. Açıq heca və qapalı heca. Hə, balalar, deyin görüm, açıq heca nədir, qapalı heca nədir? Nə olan şeydir bunlar? Nədir? Açıq. Mən deyim. Buyur. Mənim. Buyur, balalar. Mən son sayda son heca. Bir dənə heca.
Yox, mənim sualım başqadır. Mən sizə deyirəm ki, açıq heca nədir? Qapalı heca nədir? Sualıma diqqətlə qulaq asın, zəhmət olmasa. Açıq heca deməli. Məlumatı keçməmişik. Minnoşlarım keçib, siz nətər keçməmisiniz? Kitabın hamısında var. Deməli, sözün hecası sait ilə bitərsə, bu açıq hecadır. Sözün hecası. İndi nümunə deyəcəm, başa düşəcəksiniz. Sonra, qapalı heca nədir? Sözün hecası. Tak, deməli, samit ilə bitərsə, onda qapalıdır. İndi gəlin nümunə yazaq. Vətən. Düzdür? Vətən. İndi quzularım, nəyə baxırsınız? Burada bir məqam var. Və hecası olacaq açıq. Niyə? Çünki burada Açıq söz. ə var. Baxdınız? Və. Və hecası sait hərflə bitdiyinə görə olur açıq heca. Lakin vətən hecası olacaq necə? Qapalı. Nəyə əsasən dedim bunu? Çünki sonuncu hərf samitlə bitir. Ümumiyyətlə, qapalı heca ona görədir ki, verilmiş sözün hecasında sonuncu hərf samitdir. Burada isə nəyə əsasən dedim? Açıq hecadır. Çünki sonuncu hərf saitlə bitir. Gördünüz? Yes, teacher. Ümumiyyətlə, mən 11-ci siniflərdə sual verirəm. Uşaqlar nəsə bilmir bu hissəni. Heca nədir bilirlər, amma açıq heca nədir, qapalı heca nədir bilmirlər. İndi diqqət mi eləmirlər, ya nə bilim, başa düşə bilmirəm, problem nədir. Bir daha təkrar eləyək, zəhmət olmasa. Deməli, sözün asanlıqla bölünə bilən hissəsi adlanır heca. Hecanın iki versiyasını öyrənirsiniz. Açıq, qapalı. Əgər açıq hecadırsa, sözün hecası saitlə bitir, bu olur açıq. Sözün hecası samitlə bitirsə, olacaq qapalı heca. Misal üçün, vətən bu şəkildə. Bircə dəqiqə. Bu qısa A haqqında məlumat verdik. İndi baxırsınız, A hərfi yazıb yanında qoşa nöqtə verib. Bu uzun A səsi deməkdir. Arm, fazə. Arm, fazə. Sonra bu kəpənək ə deyə məşhurdur. Yəni qısa ə səsidir bu. Biz adətən öz aramızda buna kəpənək ə deyirik. Diqqət edirsinizsə kəpənəyə biraz bənzəyir. Biraz da yaxınlaşdırım, rahat görək. Görüntü rahatdır, uzaqdan görmürsünüz ki? Mənim uzaqdan görmür, yaxından görmür. Yəni uzaq görünüş göstərmir ki sizə? Yox, mənim. Hə, zoom verirsən, biraz zoom in verir. Mən gördüm. Mən də gördüm. Yaxınlaşdırım ona görə. Görürsünüz ekranda. Mən də yaxşı görmür, sizdən uzaq görünüş verir, ona görə soruşuram. Deməli, bu oldu qısa A, aydındır. Bu oldu uzun A, bu da nə oldu? Qısa Ə səsi. Yəni kəpənək Ə. Kəpənək Ə dediyimizdə görürsünüz A hərfi ilə E hərfi sanki birləşib. Yəni biz aramızda qısa Ə-yə bu cürə də ad vermişik. Məsələn, buna rast gələcək cat, black. Düzdür, sizə bunların məsələn hansı sözdə necə yazıldığının fonetikası o qədər vacib deyil. Sadəcə sözləri oxuyanda üzünlə düzgün oxuyasınız deyə məlumat xarakterli öyrənirik bunları. Sonra əlifbada adı İ hərfidir, lakin verdiyi səs nədir? E. Met, bed. Sonra adi Ə səsi. Away, cinema. Gördünüz? Sonra burada görürsünüz biraz R hərfi, R səsi biraz qısa yazılıb. Bu nə deməkdir?
Yəni bu səsi siz tələffüz eləyə də bilərsiniz, eləməyə də bilərsiniz. Misal üçün turn və yaxud da turn. R-nı eşidə də bilərsiniz, eşitməyə də bilərsiniz. Learn, learn. Bu şəkildə də gedə bilər. Sonra burada i səsi var. Qısa i. Hit, sitting. Uzun i. See, heat. İndi arada bir dərsdə fonetikadan sizə, məsələn, hansı hərf, hansı səsləri yönləndirə bilər, hansı oxunuşlara malik ola bilər, bir dərsdə onun haqqında məlumat verəcəm sizə. Bu da qısa o səsidir. Qısa o. Hot, rock. Hot rock. Aha. Sonra burada görürsünüz, açıq o və yanında qoşa nöqtə. Qoşa nöqtə adətən sait səsin yanında gəlir və uzun tələffüzü göstərir. Yəni call, fall. Bu şəkildə. Anma. Eşidirəm. İndi bitti. Qiymət olmadı. Dərsi onsuz da yaddaşa yazıram. İstəsən sonra baxa bilərsən, əgər tələsirsənsə. Bəli. Bəli. Hərfləri mən saymamışam. Sayarıq. Xablərəm indi. Yaxşı. Hə, gedə bilərsən balam. Baxarsan sonra. Goodbye. Aha. Deməli burada u səsi var. Qısa u. Put, could. Mən gedə bilərəm. Get gəl. Sonra burada uzun u səsi var. Blue, food. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Birində izah eləyim, sonra digər hissələri növbəti dərslərdə müzakirə eləyərik. Sonra a və i səsi. 5, I. Burada nə nəticəyə gəldik? Əgər bu I səsini verirsə, deməli 5 sözündə birinci heca açıq heca olacaq. O bayaq dediyim sözü hecalara böləndə həmin o heca saitlə bitirsə olur açıq heca. 5 deyə tələffüz olunacaq və adətən sözün sonundakı e hərfi oxunmur, səssiz olaraq qalır. Deməli evdə diqqət eləyəcəksiniz nəyə? Bu ilk 10 dənə olan səslərə. Bu materialdan belə. Aha, bunu da dedim sizə. İndi keçək nəyə? Title yox. İndi şəkillərin təsvirinə baxacağıq. Cambridge Assessment English. Cambridge tərəfindən qiymətləndirmə üçün yaradılır və çox maraqlı vəsaitdir. Yəni, çap elətdirməyə falan ehtiyac yoxdur. Sadəcə olaraq biz şəkillərin təsvirini öyrənəcəyik. Şəkilə baxaraq çalışacağıq ki, nəyi necə suallar əsasında öyrənəcəyik. Çünki məlumatınız var ki, burada artıq Dövlət İmtahan Mərkəzi sizlərə yeni imtahan modeli təqdim edir. Bu yeni imtahan modelində də siz şəkilə əsasən hekayə qurmalıydınız. Ən sonuncu tapşırıqda isə sizə konkret olaraq mövzu verəcək və siz o mövzu ətrafında öz fikirlərinizi ifadə etməlisiniz. Öz fikrinizi də ifadə etməyin ən yaxşı yolu söz öyrənib, mütəmadi olaraq həmin o sözü mövzular şəklində öz fikrinizi qarşı tərəfə çatdıra biləsiniz. Yəni, danışa bilsəz, danışa bildiyiniz məlumatı yazıda əks elətdirmək asandır. Aha, indi mən kitab haqqında sizə məlumat oxuyacağım. Kimisə mikrofonu açıqdır, zəhmət olmasa bağlayın, əlavə səs gəlir. Aha, indi gəlin kitabımızla tanış olaq. About this book. Bu kitab haqqında. You can use this colorful picture book to help children when they are just starting to learn English. Deməli, İngilis dilini yeni öyrənməyə başlayanlar üçün hazırlanmış
rəngli şəkillərdən ibarət kitabdır. The book uses many of the words from pre-A1 starters word list. You will find the words in the colorful pictures, the Let's Talk section, the activity page. Deməli, bu kitabda biz nə öyrənəcəyik? Sizə xeyli söz öyrədəcək və siz sözləri necə öyrənəcəksiniz? Rəngli şəkillər vasitəsilə, şəkillərdəki danışıq hissələri ilə birlikdə və sizə burada iş vərəqləri təqdim olunacaq. Yəni, tapşırıqlar da eləyəcək. Mən bunlardan əlavə də tapşırıq göndərəcəm sizə. Sırf sizin söz ehtiyatınızı zənginləşdirmək üçün. Yəni, o bayaqda haqqında məlumat verdiyim deməli, paragraf esse yazmağı siz burada daha yaxşı, tez əldə edə biləcəksiniz nəticəni. Biri var, kitabı qarşınıza qoyasınız, sinif sözləri öyrənəsiniz, sözü istifadə etməyəsiniz. O, artıq sizin öz bazanızda formalaşmır. Amma bu vəziyyətdə danışaraq, sual cavab eləyərək, məsələn, müzakirələr apararaq, istər-istəməz artıq həm ingilis dilində düşünməyə başlayacaqsınız, həm də ki, tələffüzünüz də düzələcək. Əgər tələffüz versiyasını, oxu versiyasını düzəltsəz, sizin artıq o paragraf, esse yazmaq məsələniz çox rahatlıqla başa gələcək. Talk about the pictures. Şəkillər haqqında danış. Burada belə bir tapşırıqlarımız olacaq. If you are a parent or a teacher, find time to sit with your children and look at the book. Əgər siz valideyn və yaxud da müəllimsinizsə, uşağınızla birlikdə əyləşin və bu kitaba baxın. Talk to them about what you see. Deməli, biz bir-birimizə sual verəcəyik. Şəkildə nə görürsən? As a start, you could ask some of the let's talk. Əvvəllər başlayanda siz buradakı let's talk bölməsindən istifadə edə bilərsiniz. Questions on the picture page. Və hər səhifənin özündə bu şəkildə suallar var. Yəni, suallar əsasında cavab verməyi öyrənəcəyik. İstər-istəməz avtomatik söz bazanız düzəlir. Sonra, find words in the pictures. Şəkillərdən sözləri tapmaq. There are lots of words to find in the pictures. Yetəri qədər şəkillərdə sözlər əks olunub. Can the children find them all? Bəs uşaqlar bunların hamısını tapa bilərmi? See if the children want to test your English too. Hətta burada özünüzü yoxlaya da bilərsiniz. What can they ask you to find in the pictures? Və şəkillərdə nə gördüyünüzü bir-birinizə sual verib soruşa bilərsiniz. Aha, keçdik bura. About pre-A1 starters. Məqamı gəlmişkən sizə məlumat da verim. İngilis dilini öyrənmək üçün burada bir neçə səviyyədən ibarət söz şkalası, qrammatikamızı öyrənmək üçün, yoxlamaq üçün burada müəyyən bölmələr var. Biz ən başdan başlayırıq, yəni ibtidai versiyadan ən yuxarı versiyaya qədər davam eləyəcək. Bu starter vəziyyətidir. Yəni, şəkli sadə cümlələrdən danışaraq başlayacaq, yavaş-yavaş mürəkkəbə doğru. Aha. Pre-A1 starters, A1 movers and A2 flyers is a series of fun, motivating English language tests for English in primary and lower secondary education. The tests are an excellent way for children to gain confidence and improve their English. Deməli, həmin bu səviyyəni öyrənərkən səviyyələrin adlarını çəkirik. Mover, flyer. Bunlar artıq bu səviyyələri öyrəndikcə sizdə ruh yüksəkliyi yaranacaq və siz yuxarı səviyyələri öyrənməyə biraz da maraqlı olacaqsınız. Və beləliklə ingilis dilini əla səviyyəyə gətirənə qədər bu sizdə həm özgüvən, həm də özünüzü inkişafa xidmət eləyəcək. Kitabla tanışdığımız bu qədər. İndi baxaq nəyə? Hello, where are the young learners? Gənc öyrənənlər hardadır? Here are 7 young learners from the My Body picture. They are also in the pictures in the book. When you find them in the book, tick here and write the name of the picture.
Aha, deməli, bu kitabın müsbət cəhəti nədir? Siz burada tapşırıqları eləyəndən sonra öz cavablarınızı yoxlaya da biləcəksiniz. Adətən mən belə kitablardan çox istifadə edirəm. Çünki köçürmək məqsədi ilə yox. Özünüzü yoxlamaq üçün yaxşıdır belə kitablar. Yəni, baxırsınız görək, harada səhv eləmişsiniz, səhvinizi düzəliş eləyə bilirsiniz. Rahatdır belə kitablarla işləmək. Təbii ki, vəsait bir bunda qalmayacaq. Əlavə materiallarımız olacaq. İndi baxaq burada. Bu kitabı biraz sürətli bitirəcək, çünki əksəriyyəti rahat sözlərdir. Biraz da təkrar kimi gedəcək. Deməli, burada nədən istifadə eləyəcək? My body. My body nə deməkdir? Mənə kömək eləyin, zəhmət olmasa. Help me please. What does it mean, my body? My body nə deməkdir? Mənim bədənim. Mənim bədənim. Bəli. Arm. Nə deməkdir arm? Mənim qolum. Sadəcə arm dedim. Burada olacaq nə? Qol. Hand. Mənim əlim. Əl. My hand desəm mənim əlim olar. Lakin burada my hissəsindən istifadə eləmirəm də yəli əvəzlikdən. Sadəcə deyəcəm əl. Sonra burada nədir? Foot. Ayaq. Deməli, iki ayaq birlikdə desəm olacaq nə? Feet. Tək bir ayaqdan danışıramsa olacaq foot. Qoşa o-la oldu deyə nə oxuyacam? Uzun u. Və diqqət elədirsə burada t-dır. Burada əgər k hərfi, k səsi görsəydiniz, bunu qısa u kimi oxuyacaqdınız. Burada qoşa o olduğuna görə uzun u tələffüz olacaq. Olacaq nə? Foot. Sonra quzular. Baxırsınız burada qoşa e var. Qoşa e varsa avtomatik bunu necə oxuyacam? Uzun i. Feet. Aferin. Sonra burada görürsünüz, hər tərəfində sağında və solunda samit var. Deməli, bunu qısa a kimi oxuyacam. Olacaq body. Tələffüz eləyək. Body. Bəli. İndi bura baxın. Burada bəli. Bəzi yerlərdə bunu uzun i kimi oxuyurlar. Lakin burada oxuyacaq bunu head deyə. Head. Sonra bəli. Məqamına görə tələffüzlər dəyişir. Bir də görürsünüz ki, məsələn, alınma sözdür. Alınma sözlər nədir? İngilis dilinə başqa dillərdən gəlib lüğət tərkibinə qarışan sözlərdir. Bunlara deyirik alınma sözlər. Olacaq nə? Head. Head, baş. Hair. Saç. Bəli. İndi bayaqları foot, feet, ayaq dedik bu hissələr. İndi ümumiyyətlə ayaq demək istəsək, qıç. Bu olacaq leg. Aha, let's repeat please. Gəlin bir daha təkrar edək. Foot. Feet. Feet isə ayaqlar oldu, düzdür? Lakin qıçın özünü demək istəsəm, qıç olacaq leg. Aferin sizə. İndi zəhmət olmasa bura baxaq. Oxuyacaq face. Face sifət deməkdir balalar. Sifət. Aha, indi baxıram bura. Eye. Göz. Ear. Qulaq. İndi tələffüz edəcək. Mouse. Ağız. Bəli. Deməli, mouse ağızdır. Smile isə gülümsəmək. Gülümsəmək. Bəli. Nose. Burun. İndi balalar, belə bir tapşırıq işləyək sizlə. Sırf şəkli təsvir eləyəcəyik. İndi birinci dəfə şəkli təsvir eləmək üçün bizə nə lazım olacaq? Müəyyən suallara cavab vermək. Sizlə axı keçən dərs biz öyrəndik müəyyən suallar. Məsələn,
Let's talk nə deməkdir? Gəlin, söhbət eləyək, gəlin danışaq. Söhbət edirik. Aha. What's your name? Nə oldu what's your name? Sənin adın nədir? Allah. İndi gəlin, evdə tapşırıq nə iş görəcəksiniz? Bu şəklə əsasən. Evdə şəkildə gördüyünüz, məsələn, əsas personajlar bunlarda da iştirak edənlər. Bunların hərəsinə bir ad verəcəyik. Məsələn, birinə Mike, birinə Ted, məsələn, buna Jane adı verərik. Meymuna da bir ad taparsınız. Nə xoşunuza gəlsə ondan istifadə edərsiniz. Sonra da məsələn, bax buradakı, necə istəyirsiniz adlar verə bilərsiniz. Məsələn, burada digər iştirak edənlərə də adlar verərsiniz. Bir-bir şəkil haqqında danışarsınız. Sonra bu ad vermə hissəsini bilmək. Nəyə? Mən alma bir adım. Fərq yoxdur. Sonra baxaq bura. Dərs bitməmiş mənə tapşırıq soruşmayın, xahiş edirəm. Dərsin sonunda xahiş edirəm. Tapşırığı göndərəndə deyərsiniz ki, filan hissəni başa düşmədim. Dərs izah elədiyim yerdə bu olacaq, bu olmayacaq. Səbirli olun da. Deməli, baxaq nəyə? Here are lots of children playing. Burada xeyli uşaqlar oynayırlar. Görürsünüz, meydançada hərə bir işlə məşğuldur. Düzdür? Are they happy or sad? Happy nə deməkdir? Deyin görüm. Xoşbəxt. Xoşbəxtlik. Xoşbəxtlik yox. Xoşbəxt. Ya xoşbəxt, ya bədbəxt. Bədbəxt. Ay, sağ ol. Deməli, xoşbəxt deyirlər, yoxsa qəmgin. Səd qəmgin deyə də tərcümə eləyə bilərsiniz. Yəni, bunlar meydançadadır, hava yaxşıdır. Məsələn, hava şəraitini əks etdirə bilərsiniz. Hansı fəsil olduğunu da deyə bilərsiniz. Çalışın ki, cümlələrinizi biraz genişləndirəsiniz. Yəni, sadəcə... Ay, sağ ol. Fəsillərin adını bilirsiniz. Məsələn, burada dağ var, ağac var. Ay, sağ ol. Məsələn, kimsə ağacın arxasında gizlənib, kimsə çəmənlikdə uzanıb. Bildiyiniz sözləri maksimum istifadə eləyin. Bilmədiyiniz sözü, məsələn, Google Translate-dən yazıb genişləndirə bilərsiniz. Yəni, siz hər dəfə o cümlələri araşdırıb öyrəndikcə, istər-istəməz həm cümlə qurmaq bacarığınız formalaşır. Həm də ki, artıq oradakı qrammatik bölmələrə baxacaq. Həm qrammatika, həm oradakı söz ehtiyatı, cümlə quruluşu artıq sizin üçün rahat olacaq. Sonra məsələn, burada nə yazıb? Who is waving at you? Sizə waving nədir? Əl sirkələmək, əl yelləmək. Bizə əl yelləyən kimdir? Aha, bir də kimdir? Məsələn, bayaq qıza Jane adı vermişdik. Bu birinci şəkildə bağlı tapşırıq. Necə istəyirsiniz? Sonra burada gələn zoo mövzusu var. At the zoo. Zoo haradır deyin görüm. Heyvanlar olan yer. Zoqday. Aha. İndi baxırsınız bura. At the zoo. At the zoo nədir? Zooparkda. İndi gəlin bəzi heyvanların adını öyrənək. Əksəriyyətini bəlkə də buradakından da çox bilirsiniz. Ya bilmədiklərinizi araşdırın, öyrənin. Mən bilirəm. Aha. Biraz. Frog. Frogs. Frog nə idi? Qurbağa. Qurbağa. İnək. İnək. Deməli, buradakı oxunuşa baxın, zəhmət olmasa, uşaqlar. Deməli, burada O və W hərfi birləşib AU səsini verir. Ona görə bunu oxuyacağım cow. Oxunuşlara diqqətli olun. Sonra, məsələn, burada CH hansı səsi verdi? Bayaq dedim sizə.
Chicken. Gördünüz? Chicken. Bu cınla hı səsini verir balalar. Bir saniye. Və c və k, yəni ck olacaq k. Ne olacaq? Chicken. Ay, sağ ol. Sonra baxın bura. Deməli var mouse, var mice. Mouse bir siçan, mice siçanlar. Deməli verilmiş isim təkdədirsə olacaq mouse bir siçan. Əgər birdən çox siçanlar demək istəyirəmsə, cəm forması deyirəmsə olacaq mice. Sonra burada sheep. Diqqət edirsiniz uşaqlar. Burada görün neçə dənə qayda var. Bax, qoşa o, i, uzun i. Bir saniye, nəsə almadı bunu. S ilə da h yanaşı gəlirsə olacaq ş. İndi ş bu, iki qoşa e'də uzun i, bir dənə də p. Nə olacaq? Sheep. Deməli, quzular, fikir verirsiniz. S, h yanaşı gəldi ş səsi. Qoşa e oldu uzun i və p. Sheep. Aferin. Sonra sizə bir qayda da deyim. Sheep sözü qarşısında article gəlirsə, yəni əgər belə yazılırsa, bir saniyə. Məsələn, yazsam ki, a sheep, burada söhbət gedəcək bir qoyundan. Müəllimə bir şey yazsın. Burada isə sheep qarşısında article yoxdursa, olacaq qoyunlar. Nait, nəsə demək istəyirəm? Buyur bana. Mən də səsini dedək. Hələ vaxtımıza var. İzah edirəm. Monkey deməkdir. Monkey. Bəli, baxacam indi. Sonra gəlin buradakı qaydalara baxaq. Məsələn, duck. C və k birlikdə olanda k səsini verir, düzdür? Bəli. Buradakı görürsünüz, u hərfinin sağı və solu samitdir. Ona görə qısa a kimi oxuyacam. Olacaq duck. Yaxşı. Sonra burada tiger sözü var. Bayaq nə öyrəndik? E və r hərfləri yanaşı gəlirsə ə səsi olacaq. Burada isə açıqdır. Olacaq tiger. Yəni əlifbadakı i hərfini ay kimi oxuyuram deyə verdiyi səsdə ay olacaq. Olacaq nə? Tiger. Sonra bunu au dedi, bunu oxuduq. Sonra gəlin bura. Bax məsələn, bunu oxuyacaq bird deyə. I və r olacaq ö. Yəni bird. B. Yəni bird. Hissə sözlərin hansını oxuyacaq ki, sizə oxunuşda problem yaranmasın. İndi bəzi kənar sözlər ola bilər ki, qaydaya tabi olmaz. Onda da təbii ki, lüğətdən istifadə edəcəksiniz. Məsələn, monkey. Monkey. Sonra burada nəyə baxırsınız? Lizard. Tələffüzə fikir verir zəhmət olmasa. Deməli, a və r. Siz ümumiyyətlə, bilmirəm, qeyd eləmişəm sizə ya yox. Azərbaycan dilindəki a hərfi, bax, söhbət bundan gedir. İngilis dilində olur a. Aha. Lakin, buradakı r, bizim r, onlarda a səsidir. O olacaq a,
səsi Üçü. bu isə olacaq bu şəkildə. E səsi, A səsi. Yadımızda qalar mı? Deməli, bizim A hərfi onlarda E səsidir. Bizim R hərfi onlarda A səsidir. Yaxşı quzularım. Sonra keçdik nəyə? Baxın bura. Keçi. Horse. Bax. O. Bunu uzun O kimi tələffüz edəcəm. Horse. Horse. Və sondakı E oxunmayacaq. Horse. Aha. Sonra burada baxaq. Horse yazılır, horse okunur. Aferin. Buradakı G hərfi, daha doğrusu C hərfi G səsini verəcək. Bir dərsdə sizə bunlar haqqında məlumat verəcəm. Hansı hərf hansı səsi verəcək? Səs hərf tərkibini yaxşı mənimsəyin ki, o məsələn artiklı öyrənəndə, sonra isim bölməsini öyrənəndə sizə çətinlik yaratmasın. Məsələn, mən sizə tapşırıqlar verəcəm ki, artiklı təyin elə. Siz artıq sait, samit səsi seçə bilməsəz, artikl bölməsini öyrənə bilməyəcəksiniz. O da dərslərdən geriləmə deməkdir. O da nə sizə xoşdur, nə mənə xoşdur. Ona görə öyrəndiyimiz fonetik qaydaları hissə öyrənək ki, danışaraq. O artıq sizdə mənimsəmə olsun. Deməli, buradakı C hərfi G səsini verir. Got. Got. Keçi. Keçi. Bu belə. İndi bu keçi ilə bağlı lizard kərtənkələdir. Lizard vermişdi sizə. Görmədim. Hə, var idi. Lizard. Lizard kərtənkələdir. Məsələn, reptiles sürüncən deməkdir. İndi keçəcək onları bölmələrlə. Yaxşı, maraqlı bölmələrimiz olacaq qarşıda. Bunlar da maraqlıdır, söz yox. Məsələn, zooparkla bağlı hava şəraitini yeni deyərsiniz. Yuxarıdakı buludların rəngini deyə bilərsiniz. Məsələn, burada zürafə görürsünüz. Yenə bax, burada iştirak edən uşaqlar var. Uşaqlara adlar verərsiniz. Məsələn, spider nədir? Hörümçək. Hansı heyvanın adı burada yoxdursa, aşağıda öyrənməmişiksə, onları özünüz araşdırıb tapa da bilərsiniz. Uşaqların adını ingilis dilində yoxsa Azərbaycan dilində deyək? İngilis dilində adlar tapın. Yəni, belə deyim də, hələ ilk dəfələrdə deyə, çox da özünüzü yormayın. Sadə cümlələrdən istifadə edin. Yüngül cümlələrdən. Özünüzü yormayın. Bir saniyə. Aha, burada da varmış. Bir dəqiqə. Aha. İndi baxaq bura. Burada nə deyir? Crocodile. Crocodile. Timsah. Crocodile. 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 Timsahın bir dənə də adı var, öyrənmişik. Kimin yadındadır? Dərsliklərdə var idi. Bir xatırlatma eləyin görün, mən kömək eləyin görün, balalar. Timsahın bir dənə də başqa adı var, deyin görün. Əksəriyyətiniz keçmişsiniz. Alligator. Bəli, alligator. Alligator, bəli. Aha. Crocodile, alligator. Bəli, hər ikisi də nə deməkdir? Timsah. Timsah. Aferin. İndi baxaq balalar. İlan olacaq snake. Snake. Sonra baxaq nəyə? İt demək istəyirəm. İt olacaq dog. Dog. Növbəti dərslərdə hissə öyrənəcəyik. It is a dog.
Sonra rənglərlə bunları birləşdirəcəyik. Məsələn, demək istəyirəm ki, it is a brown dog. Bu qəhvəyi itdir. Yəni mütəmadi mövzularımız gəldikcə qaydasına düşəcəyəmsə. Bəs itin quyruğu nə tür deyilir? Elə onu deyirəm. Tail nədir? Quyruq. Aha. Deməli, itin quyruğu demək üçün birinci quyruq, sonra itin dir, durdu ifadəsi olacaq. It is a tail of the dog. Bu itin quyruğudur. İndi bu mövzular bitdikdən sonra, baza bitdikdən sonra sizlə qrammatikadan yiyəlik hal filan keçəcək ismin içərisində. Orada görəcəksiniz ki, müəyyən məqamlar var. Sonra giraffe. Giraf nədir? Zürafə. Deməli, giraf nə oldu? Zürafə. Aha. Animal nə deməkdir? Mənə kömək eləyin tez. Öyrənmişdiniz. Heyvanlar. So good. Excellent. Hippo. Gördünüz, burada qoşa p var, lakin p-nın birini səsləndirdim. Oldu hippo. Hippo, hippotamus. Bunlar hamısı nə deməkdir? Begemot. Su aygırı. Bəli, su aygırı da gedir bəzi yerlərdə. Çünki suda yaşayırlar. Bəli. Sonra fil. Necə deyəcəm? Elephant. Və quzular. Bayaq dedim sizə. P-h yanaşı gələndə, qıbdan qeyd eləyə bilsəm məlum olacaq. P-h yanaşı gələndə hansı səsi verir? F. Ona görə nə olacaq? Elephant. Deməli, p-h deyə yox, f deyə oxuyacam bunu. Elephant. Aferin. Sonra burada hörümçək var. Hörümçək nədə olacaq? Spider. Bəli. Bu spider niyə oxuyuruq? Onu da gəlin araşdıraq. Qabidən elə onu qeyd eləyək. Yaxşı sual verdiniz. Deməli, bu spider sözünü bu şəkildə bölsəm. Hecalara bölsəm. Spider. Elə. Bax, burada görürsünüz. Bunun sonundakı səslənməsi nədir? Sayət olduğu kimi qalır. Düzdürmü balalar? Ona görə bu əlifbadakı adı nədir? Ay səsi. Bu məqamda biz bunu oxuyacaq. Spy, ay, yəni ay səsi. Burada isə n-r, ə səsini verir. Baxdınız. Bu da olacaq spider. Biz ona görə bu sözü spider oxuyuruq. Kimsə orada mahnı da oxuyur, yaxşı səsi var. Aha. Deməli, spider nə olacaq? Hörümçək. Gördünüz? İndi tutalım ki, Nahid oturub fikirləşir ki, ay Allah, mən burada bu tapşırığı necə yerinə yetirim? Nahidə burada köməyə suallar gələcək. Elə Nahid? Bəli. İndi Nahid gəlib bundan baxır ki, Let's Talk bölməsində belə bir sual veriblər. O deyə, deyir, əzizim, where's the yellow snake? Sarı ilan hardadır? Məsələn, tutalım ki, getmişik zooparka. Deyir ki, sarı ilan hardadır? Mənim toyuğun yanında. Məsələn, deyə bilərsiniz ki, the yellow snake is next to the kitchen. Chicken. Deməli, burada nə? Toyuğun yanındadır. Məsələn, next to deyə bilərsiniz. Sonra burada nə yazı var? Don't give food to the animals. Don't give food nədir? Yemək verməyin. Kimə? Heyvanlara. Yəni, heyvanlara əlavə qida verməyək. Həqiqətən də zooparka gedəndə heyvanlara əlavə qida vermək olmaz.
Çünki biz onların qidalanma şəraitini dəqiq bilmirik. Look at this. Sonra, look at the goats. Goats hanı? Keçilər buradadır. Deyir, keçilərə baxın. Baxdım. Sonra nə sual verir? Which goat has yellow eyes? Yellow eyes nə deməkdir? Eyes gözlərdir, yellow da sarıdır. Nə olacaq? Ben daşın yanındayım. Sarı gözlər. Sarı göz olan hansıdır? Ben buradaki daşın yanındaki. Deyə bilərsiniz daşın yanındakı. Deyə bilərsiniz sağ tərəfdəki. Nə bilim, deyə bilərsiniz Mike'ın baxdığı. Yəni hər bir cürə bir tərəfdən yanaşar da suala. Yəni hamınız yazmayın ki, bu daşın yanındadır. Və yaxud da yazarsınız ki, krokodillərlə üzbəüzdür. Yəni müxtəlif versiyalardan istifadə edin. Yaxşı? Sonra, what color are yours? Bəs sənin gözlərin deyir nə rəngdir? Keçidən danışırdı, gəldi səndən sual verdi. Mənimki qəhvəyi rəngdədir. Ay, sağ ol. Sonra, okay, have you got a favorite animal? Sənin deyir sevimli heyvanın var. Məsələn, evdə nəsə saxlayırsınızsa, deyə bilərsiniz. Getdim bloka. Bəli. Mən saxlayıram. Dog. Olar. Onun haqqında da danışa bilərsiniz. Bəli. Mən frog. Mən frog. Yəni, kimdə hər hansısa bir evdə saxladığı heyvan varsa, onun haqqında da danışa Benim bilərsiniz. 2 dənə dogum var mənim. Aha. Frog. Yaxşı. Which animal cat. don't you like? Suala baxın. Which animal don't you like? Sən hansı heyvanı sevmirsən? Nədən xoşunuz gəlmir? Onun haqqında da məlumat verərsiniz. En çok burada sevmediğim timsahdır. Mənim Gerçekten. Ben İndi cümlələrinizi növbəti dərs qulaq asacağım da, görün bu gerçəkdənmi soruşan, gerçəkdən olacaq, olmayacaq. Aha, deməli, buradan 2 mövzu götürdük. At the zoo, Mən sinek sevirəm. bir də my body mövzusunu, 2 mövzunu. Növbəti dərsə sizə tapşırıq göndərəcəm. Orada siz dialoq quracaqsınız və dəftərlərinizdə mən deyəndə qrupa çəkib atacaqsınız, oradan müzakirə edəcək, görək nə yazmısınız. Və bunları ayrı bir dəftər tutarsınız uşaqlar. Həmin o dəftərdə cümlələri hissə-hissə yazarsınız. Azərbaycan dil dəftəri. Azərbaycan dil dəftəri. Nə də rahat yazı Doğru yazarsanız yazdı. onda, fərqi yoxdur. Mən bunun hamısını ad qoyaq. Qəşəng adlar tapın bunlara, araşdırın, cümlələr axtarın, internetdən də istifadə edə bilərsiniz. Süni intellektdən də istifadə edib öyrənə bilərsiniz. Əsas odur ki, tapşırığı araşdıraraq yazın. Və yazdıqlarınızı özünüz öyrənin, ingilis dilində təqdim eləməyi bacarın. Deməli, bizim bu götürdüyümüz tapşırıqlar sizin paraqraf yazma qabiliyyətinizə inkişaf elətdirməyə xidmət eləyəcək. Yəni, siz artıq paraqraf, şəkli görüb şəkil haqqında öz fikirlərinizi irəli sürə biləcəksiniz. İstər-istəməz öyrəndiyiniz sözləri tətbiq eləyirsiniz. Yəni, bu şəkilli kitabı biz ona görə istifadə eləyəcəyik. Burada düzdür, çox geniş bölmələr verilməyib. Bundan sonraki kitablar sırf qrammatika ilə əlaqəli olacaq. Burada fonetika üstündə gedirik. Həm düzgün oxuyub, həm düzgün danışmaq üçün. Növbəti kitablarda isə siz artıq qrammatika üzərindən gedəcəksiniz. Yaxşı, bu belə. Mikrofonları, əlavələri bağlayın, səs gəlir bura. Bu belə. Bu kitabla belə. Növbəti dərs özüm yeni tanışlıq haqqında olan suallardan da sual cavab eləyəcəm. Onlar haqqında da suallar verəcəm. Yəni, fikirləşmir ki, onunla işimiz bitdi. İndi bu PDF versiyasına dəyişim, bunu göndərim. Sizdə də olsun material. Bir dəqiqə. Bir də fonetikadan göndərəcəm sizə.
Qayda kimi. Öyrənəcəyik müəllim. Bəli. Öyrənəcəyik. Dəqiqə. Bir saniyə. Söz ehtiyatı, yəni mətnin içərisindən gedəcək. Sizə əlavə söz bazası göndərmirəm. Yerdə qalan digər cümlələr isə özünüz araşdıracaqsınız. Çalışın ki, şəkil haqqında məlumat verə biləsiniz və yazılı şəkildə. Bir dəqiqə dərs qeydiyyatını dayandırım. Tapşırığa göndərim sonra.